Salamlar, vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Səs televiziyasında 24 saat xəbərlər buraxılış efirdədir. Əvvəlcə günün əsas xəbər başlıqlarına qısa nəzər salaq. Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Çindən və İrandan gətirilən saxta dərman satışının qarşısını alıb. Yevlaxda isə quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bakı-Qazax avtomagistralında baş verən ağır yol qəzasında bir nəfər həyatını itirib. Hindistada ətraflı erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutqa ərzində atəşkəs rejimini ümumilikdə 98 dəfə pozub. Azərbaycan silahlı qüvvələr əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqələrinə və səngərlərinə 104 dəfə atəş zərbəsi endirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Latviya Respublikasının İqtisadiyyat Naziri xanım Dana Reizenies Ozolanı qəbul edib. Xanım Dana Reizenies Ozola Latviya Respublikasının Prezidenti Raimonds Veyonisin salamlarını və ən xoş arzularını dövlətimizin başına çatdırıb. Səfərdə onu Latviyanın müxtəlif sektorları üzrə, cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə olan 30 biznesmenin müşahidə etdiyini vurğulayan nazir, ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib. Azərbaycan ilə Latviya arasında iki tərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını deyib. Latviya prezidenti ilə çox yaxşı münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev bunu ölkələr arası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirib. Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkəmizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev Latviyanın İqtisadiyyat Naziri xanım Dana Reizenies Ozolanı ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu deyib. Dövlətimizin başçısı Prezident Raimonds Veyonisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağa xahiş edib. Prezident İlham Əliyev bugün həmçinin İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuecirini qəbul edib. Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurlu inkişaf etdiyi bildirilib. Bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olub. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycanda Həmkarlar İttifaqlarının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilib. Bugün Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibəti ilə Dövlət Musiqili Teatrında yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbaliyev, bir çox dövlət qurumlarının rəhbər və rəsmiləri, xarici ölkələrin Həmkarlar İttifaqları Konfederasiyalarının rəhbərləri iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyev qurumun 110 illiyi haqqında məruzə ilə çıxış edib. Qeyd edilib ki, konfederasiyanın müstəqil qurum kimi formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümumilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında Həmkarlar İttifaqları haqqında qanun qəbul edildi. Səttar Mehbaliyev Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına hər zaman dəstək olduğunu, qurumun ölkədə sərbəst fəaliyyəti üçün yüksək şərait yaradıldığını deyib. Azərbaycan fəaliyyət hərəkatı üçün tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən bu kollektiv müqavilə Bakı fəaliyyətlərinin vəziyyətini xeyli yaxşılaşdırdı. Neft sanayeçilərindən qoparılmış güzəştlər pulla hər ay 150 min manata və ya fəhlələrin ümumi əmək haqqının 20%-nə bərabər edir. Bu komissiyaların vəzifələri işəgötürən tərəfindən kollektiv müqavilədəki öhdəliklərin yerinə yetirilməsinə nəzarətdən ibarət edir. Sonraki illərdə ilk Həmkarlar İttifaqı təşkilatlarının yaradılmasında komissiyaların böyük rolu oldu.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda həmkarlar hərəkatının formalaşmasının tarixindən danışıb. Diqqətə çatdırıb ki, 1920-ci ildən sonra Sovet Respublikalarında olduğu kimi Azərbaycanda da həmkarlar hərəkatı xüsusən zəhmətkeşlərin hüquqlarının müdafiəsi sahəsində formalaşmağa başlayıb. Əli Həsənov qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində həmkarlar hərəkatının müstəqil fəaliyyətinə şərait yaradıldı. Azərbaycan Həmkarlar İttifaqının əsas tarixi bildiyi kimi müstəqillik dövründən başlayıb, bu da o haqda qeyd olundu. 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıtmış ümumilli lider Heydər Əliyev həmkarlara bütün dünya ölkələrində olduğu kimi formalaşmaq, təşkilatlanmaq, öz strukturunu yaratmaq və strukturlaşmaq imkanı yaratdı. Bu dövrə qədər burada haqda qeyd olundu. Azərbaycan Xalq Cəbhəsi Müsavat Hakimiyyəti həmkarların ən başını ələ keçirmək. Bu strukturu biz bütövlükdə zəhmətkeşlərin, işçilərin hüquqlarını müdafiə təşkilat kimi ləğv eləmək və onunla bir dəfəlik Respublikada bu təşkilatın tarixinə, ənənələrinə son qoymaq siyasəti yürüdürdü. Yaxşı ki, onların hakimiyyəti uzun çəkmədi və həmkarlarla mübarizə şəraitində onlar hakimiyyəti tərk edib getdilər. 93-cü ildən başlayaraq ümumilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi həmkarlar hərəkatının formalaşmasına da dediyim kimi şərait yaratdı və o dövrdən sizlərin bilavasitə iştirakı ilə, hörmətli Səttar müəllimin rəhbərliyi ilə həmkarlar təşkilatı formalaşmağa başladı. Əli Həsənov qurumun son illərdəki uğurlu fəaliyyəti barədə danışıb və bütün həmkarlar hərəkatının üzvlərini bir daha təbrik edib. Daha sonra bir sıra dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin nümayəndə heyətləri mərasim iştirakçılarına öz təbriklərini yetirib xatirə hədiyyələri təqdim ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden medallarla və fəxri adlarla təltif olunmuş həmkarlar ittifaqı fəallarına mükafatlar təqdim edilib. Sonda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciətlər oxunub. Jalə Bayramlı, Elgün Vidadoğlu, Orxan İlxanlı, Səs TV. Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Çindən və İrandan saxta dərman gətirib satan şəxsi iş başında yaxalayıb. Saxlanılan Bakı sakini Bəxtiyar Əliyev 15.650 ədəd saxta dərman preparatını satmağa cəhd edərkən saxlanılıb. Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Bəxtiyar adlı şəxsin Çin Xalq Respublikası və İran İslam Respublikasından gizli yollarla gətirdiyi mənşəyi məlum olmayan psixotrop tərkibli insan orqanizminə ciddi zərər vuran dərman preparatlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15.650 ədəd həb formasında olan dərman preparatlarını 10.000 manata satarkən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb. Çin Respublikasına getmişdim. Orada dərman preparatları eşitdim ki, orada ucuzdur, Azərbaycanda baha. Bir İran vətəndaşı, orada mənə başa saldılar ki, İran vətəndaşı keçirdə bilirmi onu, gətirə bilir. Oradan aldım, birini 1 manat 50 qəpiyə. Oradan verdim İran vətəndaşına, 4000 dollarda İran vətəndaşına burada pul verdim, getdim götürdüm. Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Jalə Bayramlı, Səs TV. Yevlaxda quldurluq edən 4 nəfər saxlanılıb. Dəstə alanda evdən oğurluq edən şəxslər şəhərdəki evlərdən birini qarət etməkdə təqsirli bilinirlər. İndi belə getsə, onlar ömürlərinin bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirməli olacaqlar. Yevlax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakinləri Elgün Vaqifoğlu Cəfərov, Çingiz İskəndəroğlu Mahmudoğlu, Nadir İsaxanoğlu Babayev və Elvin Şahinoğlu Şahverdiyev saxlanılıblar. Məlum olub ki, bir araya gələn dəstə üzvləri özgənin əmlakını müsadirə etmək məqsədi ilə
Yevlax şəhəri Şah İsmayıl Xətai küçəsi 16 saylı evdə yaşayan Nazlı Ərşad qızı Bayramovanın yaşadığı evə basqın ediblər. Sayğacdan cərəyanı ayıraraq evə verilən elektrik enerjisini dayandıran qrup üzvləri hasardan həyata keçiblər. Dəstə üzvləri içəri daxil olaraq evin sahibi Nazlı Bayramovanın əl-ayağını və ağzını yapışqan lentlə bağlayıblar. Daha sonra ev sahibindən pul tələb ediblər. Quldurlar 800 manat məbləğində nağd pul və qızıl zinət əşyalarını da götürərək evi tərk edərkən növbəti cinayət hadisəsini törədiblər. Bunlar cinayəti törədib qaçıb gedərkən həmin küçənin sakini Abdullayev Rəhim Kərim oğlu ilə Cəfərov Elgün Vaqif oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış. Mübahisə zamanı quldurluq cinayətində istifadə etdiyi silahlı bıçaqla onun qarın nahiyəsindən bir dəfə vuraraq daxilə nüfuz edən ağır bədən xəsarəti yetirmişdir. Dindirilmə zamanı cinayətkarlar törətdikləri əməlləri etiraf ediblər. Hətta saxlanılan Çingiz Mahmudov evi qarət edərkən Nazlı Bayramovadan halallıq da almağa çalışıb. Kapıya çıxdı, çölənlə qaldım, gördüm ağlayır. Kim ağlayır? Qadına. Adını bilmirəm. Neynədir? Dedim, mən bağışlayın, halal edin. Oğradığın əşyaların halallığını aldı. Hazırda faktla bağlı cinayət işi başlanılıb. İndi onların digər cinayət əməllərində iştirak edib etməmələri araşdırılır. Jalə Bayramlı, Səs TV. Ötən gün axşam saatlarında Bakı-Qazax avtomagistralının Dağ-Kəsəmən kəndi ərazisində ağır yol qəzası baş verib. Hadisə zamanı bir nəfər həyatını itirib, 4 nəfər isə ağır xəsarət alıb. Ağstafada yol qəzası ölümlə nəticələnib. Dəhşətli hadisə Bakı-Qazax avtomagistralının Dağ-Kəsəmən kəndi ərazisində baş verib. VAZ 21011 və Kia markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Baş verən yol qəzasında sürücülərdən biri qadın olub. Toqquşma nəticəsində Dağ-Kəsəmən kənd sakini, Jigulinin sürücüsü 57 yaşlı Qabil Salifov hadisə yerində dünyasını dəyişib. Avtomobillərdə olan digər sərnişinlər 23 yaşlı Gülnar Cəllova, 41 yaşlı Vəfagül Mirzəliyeva, 27 yaşlı Mahmud İbrahimov ağır xəsarət alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Cabir Məmmədov, Kamran Əskiparalı, Rüfət Dağıyev, Səs TV, Ağstafa. Şəmkinin təhsil müəssisələri qışa hazırdır. Rayonun bəzi təhsil müəssisələrində müasir istilik sistemi quraşdırılsa da, bir çox məktəblərdə hələ də odun sobalarından istifadə edilir. Rayonun Zəyəm qəsəbəsindəki uşaq bağçasında istiliklə bağlı problem yaşanmasa da, müəssisənin yerləşdiyi tikilinin qəzalı vəziyyətdə olması müəllimləri narahat edir. Şəmkir rayonunun Zəyəm qəsəbəsindəki uşaq bağçası qışa hazırdır. Bağçanın yerləşdiyi tikilinin köhnə olmasına baxmayaraq, sinif otaqlarında qurulan sobaların hesabına bina istiliklə tam təmin edilib. Bağçada istiliyin olması davamiyyətə də öz təsirini göstərir. Binada istiliklə bağlı heç bir problem yaşanmasa da, tikilinin qəzalı vəziyyətdə olması müəllimləri narahat edir. Varımız, hə, odun yanacağımız var, yandırırıq. Bir də plitkamız var, bir də plitkadan istifadə edirik. Yanacaq özünüz eləmişsiniz, yoxsa dövlət? Yox, dövlət tərəfindən gəlibdir, dövlət tərəfindən verilibdir. Biz həm odundan, həm də elə bil ki, neftdən istifadə edirik. Yaxşıdır, oktyabr ayından yanacağa başlamışıq. Çünki hava soyuq olsa da, olmasa da körpələr incə zərif olduğuna görə hər gün peçimiz yanır, otaqlarımız istidir. Yataq otaqlarında elektrik peçləri ilə isidirik. Şəmkirin Zəyəm qəsəbəsindəki 2 saylı və İrmaşlı kənd tam orta məktəbləri isə müasir istilik sistemi ilə təmin edilir və qışa tam hazırdır. Udu batareyalardan, atapleniya. Aha. Yox, pişsəydim qalın geyinərdim. Qışa demək olar ki, məktəbimiz tamamilə hazırdır. Qazanxana yoxlanılıbdır. Otaqlarımızda, sinif otaqlarımızda olan atapleniyalarımı, ondan sonra batareyalarımı tamamilə yoxlanılıbdır. Demək olar ki, 100% qışa hazırdır. Jalə Bayramlı, Kamran Əskiparalı, Rüfət Dağıyev, Səs TV, Şəmkir. Bərdədə qoyunçuluq təsərrüfatında maraqlı hadisə baş verib. Mehdi Həsənova məxsus qoyunçuluq fermasında nadir hallarda olan hadisə yaşanıb. Belə ki, bir qoyun nə az nə çox bir dəfəyə düz 4 bala verib.
Bərdidə qoyunçuluq təsərrüfatında maraqlı hadisə baş verib. Rayonun Məmmədli kəndində məskunlaşan Ağdam sakini Mehdi Həsənova məxsus qoyunçuluq fermasında nadir hallarda baş verən hadisə yaşanıb. Bir qoyunun bir dəfəyə 4 balası doğulub. Fermerin sözlərinə görə uzun illərdir qoyunçuluqla məşğul olsa da ancaq belə bir vəziyyətlə qarşılaşmayıb. 2 bala gözləyirdik. Allaha qurban onun 4 dənə bala verdi. Birinci dəfə görürəm ki, belə 4 bala mən gözləməzdim o heyvandan 4 bala. Təzərrüfdən oldu, 4 bala doğdu. Sevindik, çox ürəkdən sevindik. Yeni doğulan quzuların sağlam olması fermeri sevindirir. Quzuların ikisi dişi, ikisi isə erkəkdir. 13 yaşımdan çöllerdiyim heyvanda, malda, qoyunda, belə. Görmüşdün bu günə qədər? Yox, görməmişdim, xeyr. Görməmişdim. Belə birinci dəfə görürəm bunu ki, belə 4 dənə bala verdi. Jalə Bayramlı, Şamxal Cəlloğlu, Fəzal Səfərov, Səs TV, Bərdə. Hörmətli tamaşaçılar, 24 saat xəbərlər buraxılışından bu günlük sizə çatdıracaqlarımız bunlar idi. Sağ olun, salamat qalın.